Bəyimizin dostlarına yer ayrılacaq təbii ki. Bu toyumuzu gözəlləşdirən təbii ki onların fəallığıdır. Sağ olsunlar, var olsunlar. Bəli. Toyumuz devam edir. Bu gözəl günümüzdə bəyimizin dayıları iştirak edir. İmişlidən gəliblər, xoş gəliblər. Həmişə elimiz obamıza gözəl günlərə, xoş günlərə gəlsinlər. Ümidvar dayı, Vəfədar dayı, buyurun. Sizlərin timsalında bütün İmişlidən gələn qonaqları dəvət edək, hamılıqla birlikdə. Gəlin bu gözəl gündə arzular, təbriklər eşidək. Dəvət edirik hamınızı. Hoş gördük, həmişə toyda. Dayı, var olun, sağ olun. Bismillahirrahmanirrahim. Bugünkü toyun 20'si akşama salınması təsadüfüdür. Bu Mərdanın Allah'a və Allah'ın Kur'an'da bizə məhəbbətin vacib buyurduğu Əhl-i Beyt olan məhəbbətindən irəli gəlir. Bugün ağamız 12. imamımız İmam Mehdi Sahabe zamanı Allahümme sallallahu Muhammed ve Muhammed Allah onun zuhurunu təcil eləsin doğum günüdür. Allah'a and verirəm bugünkü gün hörmət xatirinə. O cümlədən Peyğəmbərimiz Məhəmməd Sallallahu və həyat yolcu Həzrət Xədicə Aleyhisselamın izdivacı bərəkətinə, Əli Aleyhisselamla ümməti anası xanım Fatimə Zəhra Səlamoğlu Əleyhanın izdivacı bərəkətinə bugünkü bu izdivacı bərəkət eləsin və bu gənclər dünya və axirət xoşbəxtlərindən qərar versin. İstəyirəm bugünkü gündə mən də Mərdan kimi İmam Zaman ağaya hədiyyə eləyən bir neçə misri ilə Füzuli deyək ki, böyük Füzuli, Allah'ın ruhunu şad etsin, o günü görməyim ki, təvəqqi üzündən, Ali Əlidən başqasına bir məhz söyləyim. Ömrümdə Əli və evladlarından başqası haqqında bir məhz söyləmişəmsə, ilahi tövbə edirəm. O cümlədən Aslan qardaşımız var, müasirində onda bir şeir var, xanım Zəhra haqqında. Kamil insan arasan Fatiməni sal yadına. Gözəl örnəkdir o, həm kişiyə, həm qadına. Müşkülün varsa, təvəssül elə Zəhra adına. Düşəcəksən əmin ol, zillətə Zəhrasız axı. Xanımın yerdə adı Fatimədir, yox ona tən. Salıb öz şiiyyətinə sevgisi qəlbində vətən. Göydə Mənsurədir ismi, yəni imdada yetən. Yoxdur məhşərdə şəfa, ümmətə Zəhrasız axı. Ağ aşıq var, Göyçəli ağ aşıq. Onun bir şeyi var ki, Əladım eləsin 12 imam. Bu fani dünyadan gedirəm nakam. Gözlər yolumu biçarə anam. Qəbr əzabımdan ötürüm məni. Yaxşı olar mərgidin əməli. Namərd tutmaz heç kimsəyə dad əli. Hər qul qəmbər ola bilməz. Hər ağa əli, hər qılınc kəsməklə zülfüqar ola bilməz. O cümlədən dastanlarımızda da var. Xalqın məhəbbətinə irəli gəl. Bu Əhl-i Beytə məhəbbət çox çəkməyəcək. Bir-iki sırada deyəcəm. Qoç Köroğlu sığınıbdır Xudaya. Şahlar şahı Əli kimi Mövlaya. Düşmən başın keçirərəm cidaya. Başında var ağam Əli havası. Ağam Əli görünübdür gözümə. Haqq qapısı açılıbdır üzümə. Ağam Əli qurşuyubdur belimi. Uzun edib düşmən üstə dilimi. İmaməddin Nəsiminin İraq divanından 2 misra deyədim, inşallah sözümü tamamlayacağım. Mən o sadiq qulam ki, Cəfəriyəm, həqiqət söylərəm, həq heydəriyəm. Əzəldən qul olan Ali Əbaya, Nəsimi tək cahanda bir gədadır. Allah klasiklərimizin də, Əhl-i Beyt məhəbbətin bugünədən bizə çatdıran böyüklərimizin, o cümlədən bizi tərk edib dünyasını dəyişib ağsaqqallarımızın, ata-babalarının da ruhunu şad eləsin. Bugünkülər isə ömrünə bərəkət versin, canlarını sağ eləsin, gənclərimiz, cavanlarımızı da Allah dünya və axirət xoşbəxtlərindən qərar versin. Allah razı olsun. Səlavat. Peyğəmbər ali Peyğəmbərə. Allahümmə salli ala Muhammed və ali Muhammed.